Onlayn qrup terapiyamızda olan uşaqlar arasında ümumi bir vəziyyət haqqında demək istərdim. Bu 12-15 yaş arasında olan yeniyetmə uşaqlar arasındadır. Onların ümumi problemləri deyək ki, nə üçün yaşadıklarını bilmədikləri, gizli ağlamaları, qorxuları, valideynlərdən gizli olan düşüncələri, ölüm düşüncələri, nə üçün dərs oxuduqlarını bilmirlər, nə üçün məktəbə getməliyəm, nə üçün hazırlıq, mütləq onların istədiyi kimi universitetə girib canlarını qurtarmaq istəyirlər. Aydın uşaqların çoxusu depressiyadadılar. Sadəcə bundan qaçış üçün kurslarla, nələrləsə başlarını qatırlar. Əslində oxumaq istədiyi, qəbul olmaq istədiyi universitet, məsəl üçün incəsənətdirsə, tibbdirsə və yaxud da ki, bir başqa bir sahədirsə və ona gücü çatmırsa, bu demək deyil ki, uşaq ona potensialı yoxdur. Sadəcə olaraq ortaya qoya bilmir. Gizli ağlamalar, depressiyalar, özlərini ifadə edə bilməmələri, valideynlə ünsiyyət qura bilməməsi, fikrini hörmət olunmaması, evdən qaçmaq üçün başqa bir ölkədə təhsil almasını istəməsi, evdən canını qurtarmaq üçün valideyn ata-ana arasında olan problemləri eşitməmək üçün. Adətən uşaqlar özlərini tanımayanda, nə istədiklərini bilməyəndə öz gələcəklərini də qura bilmirlər. Çünki başqa ssenari bilmirlər. Öz ailələrində yaşadıkları ssenari gələcək ailələrini daşıyırlar. Keçmişi artıq bir yazı kimi nə qədər dəyişmək istəsən də məntiqlə, yox mən belə olmayacağam dediyim halda bu mütləq ki, özünü göstərir. Bəzən elə travmalar var ki, biz onu həqiqətən o qədər çox dərin və dəhşətli formada yaşayırıq ki, ondan utancaqlıq, kompleks, alçalma hissləri yaşayırıq ki, o yaşda o uşaq söz verir ki, mən bunu etməyəcəm. Məsəl üçün, onların içindən biri, məsələn, mən uşağıma ac olmaq nədir, yemək olmaması nədir, paltarın olmaması nədir, oyuncağın olmaması nədir, və yaxud da qışqırmağın nədir, döyülməyin nədir, yaşatmayacağım. Bunlardan bir-ikisini seçə bilərik. Digərlərini isə məntiqli söz verdiyimizə görə ailə həyatımızda. Onu biz təkrar o hirsli vaxt, əsəbi vaxtı yenə də məntiqli olan bir şey yenidən həyata keçirməmək mümkün deyil. Yəni biz onu edirik. Amma şuuraltı söz verəndə özümüzə onu yaşatmır. Məsələn, uşaq yeməyi olmasa da onun geyinməyi olur. Geyinməsi olmasa da təhsili olur. Bir şey də olmasa da ikinci bir şey. O qədər sözü, o təhsilim olsun, mən uşağıma təhsil verim. Mütləq ki, bunu biz edirik. Uşaqların özünü yeniyetmə yaşında tanıması, özlərinə dəyər verməsi, sevgi nədir bilməsi çox önəmlidir. Narsis ata-ana ilə böyüyən uşaqlar narsis böyüyürlər. Onların da vecini olmur. Növbəti etapda ata-ana o uşağı ona baxsın deyə dünyaya gətiribsə, heç vaxt baxmayacaq. Çünki narsistlik valideyn narsist olarsa, uşağı da gələcəkdə elə böyüdür. Çünki ondan başqa bir davranışı tanımır axı. Nə qurban rolunda olacaq, nə də ki, narsistlik davranışda olacaq. Ona görə də çalışın, kiçik yaşlardan daha çox uşaqların psixoloji durumundan narahat olun. Biz belə olmuşuq, bizi psixoloq aparmayıblar deyənə bu vəziyyəti yaşadırıq və bundan çıxış yolu yoxdur. Mən belə gəlmişəm, belə gedəcək deyirik. Mümkünsüzdür, dəyişim mümkünsüzdür, hər şey mümkündür. Sadəcə istək lazımdır. Son dövrlər yeni bir proqramım var, hansı ki 21 günlük valideyn detoksu. Bu proqramda nədir? Valideyn aranda yaşanan problemlərdən çıxış yolu üçün 21 günlük terapiyadır. Hansı ki o terapiyada sənin həll edə bilmədiyin problemlər var ki, məsələn, köksən, həddindən artıq köksən, nə qədər diyeta saxlasan da, yemək yeməsən də və yaxud da idman etsən də bu problem həll olunmur. Və yaxud da hər hansı bir xəstəliyin var. Bu mütləq ki, şuuraltıda ata-ananla bağlıdır və yaxud da ünsiyyət, uşağınla olan ünsiyyət. Bu fərdi xarakter daşıyır. Hər bir problemi həlli, hər kəsə fərdidir. Ümumi konsultasiyada, ilkin konsultasiyada
sonra fərdi olaraq həmin insana hansı yol, hansı proqram çiziləcəyi ilk seansdan bəlli olur, ilk konsultasiyadan. Əgər siz də bunu istəyirsinizsə, mütləq ki, uşağı seansa gətirirsinizsə, ilk öncə valideyn seansda olmalı. Çünki valideyn seansda nələr baş verir bilmirsə, gedişatı bilmirsə, mütləq uşağın seansının alınmaması üçün şuur altında bir problem yaşaması üçün, bir əngəlləmə üçün mənasız, boş vaxt, lazımsız bir şey olduğunu mütləq uşağa çatdıracaq. Mütləq onu dəyərsizləşdirəcək. Həm psixoloqun işini, həm uşağın işini dəyərsizləşdirəcək, həm günahlandırmağa keçəcək. Valideyn dəyişməyibsə, uşaq heç bir zaman dəyişməz. Valideyn uşağa, valideyn ona nə yaşadırsa yaşadır. Ona görə də valideyn dəyişməsi şərtdir. Valideyn terapiyanın gedişatını bilmirsə, necə işlənirsə bilmirsə, hətta ikinci şəxs belə bilə bilməz ki, izah edə bilməzsən ki, seanslarda nəyi necə dəyişilir. Çünki özəl olan bir şeydir. Burada oturmayan insan terapiyanın nə deməyin olduğunu bilə bilməz, dərk edə bilməz, başqasına izah edə bilməz. Terapiya fərdi xarakter daşıyır. Sən beynindəki səsləri susturmusansa seanslardan, sən hər hansı bir xəstəliyinə qalib gəlmisənsə, bunu sən bilirsən, sən özünlə yaşayırsan. Necə ki, beynindəki səslər sustuğunu sən bilirsən, başqası bilmir, başqası narahat olmur, sənin nə yaşadığını, nə hiss keçirdiyini, halsız, çarəsiz, yolunu tapa bilmədiyini, yalnız sən bilirsənsə, tapanda da sən bilirsən, onu kiməsə sübut etməyə ehtiyac yoxdursa, demək sən doğru yoldasan, doğru işığı, yolu tapmısan. Bununla sən hüzurlusansa, bunu sənin əlindən almağa və yaxud da kiməsə sübut etməyinə ehtiyac yoxdur. Sən özünlə hüzurlusansa, demək bu yetərlidir. Digər, əgər sən özünə işıq tutdunsa, başqasına işıq tutmağın və bunun qarşılığında ala biləcəyin mükafatlar, Allah və enerji deyək ki, enerji səviyyəsində mütləq ki, qarşılığını götürəcəksən. Ona görə kimsənin yolunu kəsməyin, faydasız olmağa çalışmayın, əksinə faydalı olmağa çalışın. Çünki enerji bərabər haqqını ödəmədən bu həyatda hər şeyin haqqı var, hər şeyin hesabatı var. Sən çalış, verdiyin qədər al, haqqa girmə. Gec-tez sənə aid olan haqqındırsa, gec-tez nə əziyyət çəkirsən çək, nə yoldan çıxırsan çıx, sənə aiddirsə mütləq gələcək. Əgər sənə aid deyilsə, uğurlanmış bir enerjidirsə, qarşındakı insana nə qədər pislik arzulasan da, onun yolunu kəssən də, həyatını kəssən də, nə qədər pislik arzulasan da, o gec-tez sənə bumerang halında geri gələcək. Çalış, başqalarına gözəllik arzula, xoşbəxtlik arzula, sağlamlıq arzula. Bir insana sən xəstəsən, xəstə ola bilərsən, sənin problemin var deyərək sən ona çıxış yolu göstərmək istəyirsən və əksinə həmin insan sənin ona göstərdiyin doğru yolu sənə yönləndirirsə, yəni sən ona deyirsən ki, sən sağlam ola bilərsən, sən bu yoldan gedərsən, sağlam ola bilərsən. O insan o qədər pis niyyət olur ki, qarşındakı ona deyən bu insana o qədər pisliyi arzulayır ki, yəni sən yaşa o pisliyi. Sənə yol göstərirdi. Sən sonra bu həmin deyilən problemdən çıxış yolu axtarmaq əvəzinə, onu yemək əvəzinə, sən o insana qarşı tərəfə ağzından çıxan söz sənin olsun dediyi halda bil ki, o xəstəliyin üstünə 100.000 qat xəstəlik gəlir. Niyə? Çünki səni doğru yönləndirən, səni çıxış yolu tapmağın üçün qapını yönləndirən insana sən qapını bağlayırsan və yaxud da ki, sən ona yönləndirirsən o dediyini, bil ki, o labirintdən çıxa bilməzsən. Səni heç bir şey dəyişdirə bilməz. Sənə kimsə yaxşı yolu, doğru yolu göstərən insanı saf niyyətli olarsansa, həqiqətən onu hiss edirsən. Əgər pis niyyətlisənsə, o insanı da özün kimi görürsən. Hər şeyin qarşılığı var. Nə qədər pislik arzulasan da, nə qədər bir insanı məhv etməyə çalışsan da, enerji dönər, dolaşar,
yenə səndən o hesabı